Bugün zorakılıq qurbanlarının ən böyük göstəricisi qızlardır. Gender bərabərliyinin pozulması, stigmalar, regionlardakı miflər, stereotiplər, təhsilsizlik, cahillik, dırnaqarası dəyərlər. Qadın IT-yə niyə gedə bilməsin ki? Qadın niyə polis olmamalıdır? Hamıya salam. Matrix Akademi və Azərbaycan Uşaqlar İctimai Birliyinin 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş xüsusi buraxılışına xoş gəlmisiniz. Siz də xoş gəlmisiniz Kəmalə xanım. Xoş gördük Nigar xanım. Kəmalə xanım, Azərbaycan Uşaqlar İctimai Birliyinə illər ərzində minlərlə xanım, qızlar, uşaqlar müraciət ediblər. Mən bilmək istəyirəm ki, daha çox düşünürəm ki, auditoriyada maraqlı olar ki, daha çox hansı ailə problemlər, hansı bir növ situasiyalarla qarşılaşan qızlarla bu illər ərzində qarşılaşmısınız? Bu buraxılışı bizimlə etdiyiniz üçün ilk öncə təşəkkürümü bildirirəm. Elə efirdən istifadə edərək 8 Mart Beynəlxalq Qızlar, Qadınlar, Analar Günü münasibəti ilə bütün xanımları təbrik edirəm və hər birinə bu həyatda sağlıqlı, ədalətli həyat sürməyi arzulayıram. Azərbaycan Uşaqları İctimai Birliyinin adından da bəllidir ki, biz uşaq və yeniyetmələrin hüquq maraqlarını qorumaq istiqamətində fəaliyyətimizi formalaşdırmışıq. Bu illər ərzində artıq 19 ildir ki, təşkilatın nəzdində Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi fəaliyyət göstərir. Bu illər ərzində bəli, minlərlə təkcə qızlar, qadınlar deyil, eyni zamanda oğlanlar, yeniyetmələr də olub. Sadəcə biz artıq statistika ilə qəbul elədiyimiz uşaqların cinsinə uyğun baxıb gördük ki, ən çox müraciətlər qızlarla bağlıdır. Və bu müraciətlər müxtəlif istiqamətlərdən bizə daxil olurdu və ən əsası bizim qaynar xətlər və sosial şəbəkələrdə olan bizim səhifələrimiz. Instagram idi, TikTok platforması artıq 3 ildir ki, aktivdir. Bizim təşkilatın özünün orada hesabı var, Facebook idi və əlbəttə ki, bizim qaynar xəttimiz bütün o sosial şəbəkələrdəki platformalarda, səhifələrimizdə qeyd olunduğuna görə bizə müraciətlər olunurdu. Burada daha çox qızlara qarşı gender bərabərliyinin pozulması, stigmalar, regionlardakı miflər, stereotiplər, təhsilsizlik, cahillik, dırnaqarası dəyərlər, bunlar istiqamətində qızların, qadınların hüquqlarının pozulmasının dönə-dönə şahidi olurduq. Və biz heç bir uşağı özümüzdə qəbul eləməmişik. Biz bütün müraciətləri yönləndirirdik aidiyyatı qurumlara. Ən əsas da bizə müraciətlər daha çox zorakılıq istiqamətində olurdu. Söhbət burada fiziki, cinsi, psixoloji, hətta iqtisadi asıllıq baxımından iqtisadi zorakılıq halları olduğu üçün biz bütün müraciətləri istiqamətləndirirdik aidiyyatı qurumlara. Bizə yerləşdirilən uşaqların, qızların bir çoxu ilə artıq təhqiqatlar başlayırdı. Onlar zərər çəkən kimi qiymətləndirirdilər. Çox ağır situasiyalarda olan uşaqlarla reabilitasiya işini başlayırdıq. Olduqca ağır bir sahədir, onu da deyim. Və 2025-in statistikası da göstərdi ki, bugün zorakılıq qurbanlarının ən böyük göstəricisi qızlardır. Ona görə bu ildən etibarən biz ümumiyyətlə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə qızları qəbul edirik. Qızları qəbul eləməyimizin də əlbəttə ki, ən başlıca səbəbi onların reabilitasiya dediyimiz, onların kim olduğunu ona öyrətməkdir. Onun vətəndaş olmaqla bərabər, eyni zamanda azad fikirli bir insan olduğu, bu cəmiyyətdə layiqli yeri ola biləcək bir şəxsiyyət kimi yetişməyi istiqamətində reabilitasiya aparırıq. Bizə müraciət edən qızların, yəni reabilitasiya prosesinə cəlb etdiyimiz qızların %90-ı
təhsildən kənarda qalmış qızlardır və ya təhsili yarımçıq buraxılmış qızlardır. Onların bir sosial portretini yaradanda biz görürük ki, bunların bugün bu vəziyyətdə olmağının başlıca səbəbi ailədir. Deyək ki, o valideynlər ki, uşaqlara qarşı o hansısa cinayət hadisələri ailədə baş vermir, biz onlarla ünsiyyətə icazə veririk axı. Gəlirlər və bu uşağın axı reabilitasiyası həm də ailəsi ilə onun bir ünsiyyətinin yenidən qurulmasıdır, o bağların bərpa olunmasıdır və gələndə deyir ki, bu mənim uşağımdır. Siz bunu necə bacardınız? Və onun uğurlarını göstəririk, onun bacarıqlarını göstərir, dil ola bilməz. Və uşaq başlayır anasına və ya digər qohumuna bir uğurlarını göstərir, yaradıcılığını göstərir. Çünki burada o şərait var, o şərait yaradılır ki, onlar onu bacarırlar. Məsələn, Adi Matiks'la bizim Azərbaycan Uşaqlar İctimai Birliyinin əməkdaşlığı heç də yəni hər qurum buna açıq deyil bu qədər. Çünki çətin bir kütlələ işləyirsiniz də, hansı ki o problemləri həll etmək böyük bir iradə, böyük bir yəni zəhmət tələb eləyir. Bununla da yanaşı nəinki məktəb təhsili, paralel olaraq onların rəqəmsal təhsilində düşünməyiniz bu özü belə böyük bir necə deyim addımdır, təşəbbüsdür və biz özümüz 2 il ərzində ki, biz əməkdaşlıq eləyirik. Yəni onun real necə deyim, müşahidəçisi olmuşuq ki, digər bir-birinin adlarını sadalamayaq. Neçə dənə gənc olub ki, bizə təhsil alıblar. Yəni vaxtında dərslərə gəliblər, onların gətirilməsi olsun, aparılması olsun, hamısı öz hesabınıza, yəni bunların hər birini yəni reallaşdırmısınız. Bu özü belə böyük bir təşəbbüsdür, dəstəkdir onların gələcəyinə. Bu yaşlarından, yəni rəqəmsalla, IT ilə indidən tanış olmaqlarına, yəni. Yaxşı bir məqama toxundunuz, texnologiyalarla bağlı. Biz o texnologiyaların, onların həyatına necə toxunduğunun bu illər ərzində çox şahid olmuşuq. İstəyir indi adını qoyublar, ifşa videoları olsun, istər şantajlar olsun, istər sosial şəbəkələr üzərindən tanışlıq və tanışlığın nəticəsində cinsi zorakılıqlar olsun, istər şantaj yolu ilə elə o sosial şəbəkələrdən vəsaitlərin əldə olunması olsun, intihara qədər aparan sosial şəbəkələrdəki mövzular olub, oyunlar olub. Bu yaxınlarda bizim elə müəssisəyə bir qızı yerləşdirdilər. 7-ci sinif şagirdi. Dərs oxumağı bacarmırdı, amma texnologiyalardan çox yaxşı baş çıxırdı. Və elə bir oyunun komandasının qurbanı olmuşdu ki, tanış olduğu adamı evinə qədər gətirib çıxartmışdı. Və uşağın psixikası darmadağın olmuşdu. Məcbur olduq. Biz onu xəstəxanaya yatızdırdıq. Müalicə aldı, döndü və baxdıq ki, bunun bu günləri, bu vəziyyətə gəlib düşməsinin səbəbi texnologiyaların aludəçisi olmağının səbəbi ailədə ona olan biganə diqqətsizlik olub. Biz demirik ki, uşaqlarımız inkişaf eləsin. Amma bu gün uşaqlar məlumatları da sosial şəbəkədən daha çox alırlar. Demək, o istifadə eləyəcəyi avadanlıqdan istifadə eləyir də, bu durduğu yerdə gözünün qabağına gəlmir ki, onu başqa səmtdə də düzgün istifadə eləmək olar da. Burada bir valideyn nəzarəti olmalıdır, müəyyən bir limit olmalıdır, məhdudiyyət olmalıdır. Çünki belə deyim, müəyyən bir yaşa çatmamış yeniyetmə o başa düşmür ki, hansı informasiya onun üçün zərərlidir, hansı informasiyanı bir növ ona aldanmaq olar və yaxud da o informasiya doğrudurmu, yanlışdırmı, onu təyin eləyə bilmir, o düzgün qərarı verə bilmir. Bu tərəfdən mən düşünürəm ki, valideynlərə böyük bir yenə də məsuliyyət düşür ki, nəzarət baxımından. Məncə çoxu belə düşünür də, yəni sakit olsun, telefonunu oynasın. Səsi çıxmasın, sən Allah, yəni, qoyun. Baxın, bu qlobal problemdir məqamda hal-hazırda. mən özümə də tənqidi yanaşan biriyəm də. Bəzən görürsünüz ki, elə qonaqlarımız gəlir, bizim burada ərköyünlərimiz var. 4-5 dənə balacamız var ki, ərköyündülər. Bəzən əməkdaşlar onların sakit durmağı üçün o telefonu verir ki, heç olmasa bu görüşün bir formatı heç olmasa düzgün getsin də. Və onlar da onu bilirlər. Onlar da bilirlər ki, mən özümü və deyib, bizim bir balacamız var ki, o deyib ki, mən indi səs alacağım. Mən telefon verəcəm. Bunu kim eləyir? Biz eləyirik də. Biz. Amma limiti artıq qoyanda, ona məsələn deyirik ki, mən balam, sən bu günləri baxdın, bəsdir.
Sabah yenə biraz baxırsan. Biz demirik ki, uşaqlar tam təcrid olunmalıdırlar. Texnologiyalar əsridir. Birazdan ola bilsin ki, çox heyf artıq kitablara baxan olmayacaq. Kitablar toz basacaq, vərəqləyən olmayacaq. Amma bu mənim əslində valideynlərə bir çağırışım olar ki, kitablarla uşaqlarınızın ünsiyyətini daha çox eləyin. O təmas var, kağıza, vərəqə toxunma təması var. O onun beyninə çox doğru hərf siqnalları ötürəcək, cümlə siqnalları ötürəcək. Bunu eləyin. Çünki biz texnologiyalardan ancaq o virtual, vizual bu şeylərdən başqa işlənə bilmirik. Bizim işlədiyimiz bir kontingentlərimiz var da, həssas qrup deyirik. Və bu gün biz inklüzivdən danışırıq, təhsildən danışırıq. Həmin o inklüziv uşaqlarımız arasında müəyyən etnik qruplardan olan, deyərdim ki, bu gün cəmiyyət tərəfindən roman qrupları, qaraçalar kimi tanınan bir qrupun uşaqları da var. Hərf bilmir, yazmaq, oxumaq heç nə bilmir. Amma mənə gətirir telefonunda, hesablayıb, deyir ki, bura zəng eləyərsən. Bu nədir? Bu gözlə yadda saxlayıb. O kitab çox vacibdir. Valideyn uşağa o kitabı öyrətməlidir, sevdirməlidir. Bizim məsələn elə reabilitasiyamızda şeirlər var, mahnılar var, kitab oxumaq var, tamaşalardan səhnələr hazırlamaq var. Niyə? Təmasları olur, ünsiyyəti olur və bilirsiniz ki, bizim heç bir uşağın telefonu yoxdur. Texnologiyalar əsrində texnologiyasız uşaq necə yaşayır? Çox normal. Asılı uşaqlar idi. Bura gələn uşaqlar, bura artıq o düşən uşaqların demək olar ki, %60-ı telefonlardan asılı uşaqlar idi. Oyunlardan asılı uşaqlar idi. Heç yadımdan çıxmaz. Bir qızımız var idi. Deyir ki, nə olar ki, bir də əlimi belə sürtümdə. Demək, bunun artıq asıllığı var. İndi o qız ən uğurlu qızdır. Kitaba heç yaxın. Bilirsiniz, ancaq kitab onun üçün nədir? Çox vacibdir. Telefona yaxın da getmir. Və telefon yoxdur. Çox da rahatdır. Ona lazım olan məlumatları o PDF formatında çıxardırlar, kompüterdən verirlər. Bu günləri onun deyir ki, mənim deyir, başıma gələnlərin hamısı mən boşluq olub. Özü bunu etiraf eləyir. Mən deyir, nə qədər evdə oturum, hansı divara baxım? Mənim axı bir əyləncəm yox idi. Mənim axı bir kurs dairəm yox idi, marağım yox idi. Mənim bir fəaliyyətim yox idi. Mən bir dərnəyə getmirdim. Mən məktəbə də getmirdim. Bu dəqiqə bizim bir qızımız var, 16 yaşında. Qız bilirsiniz nədir? Bacarığın üstü. Amma oxumamışdı. Yarımçıq idi təhsili. Biz Təhsil Nazirliyi ilə danışdıq, ekstrin imtahan verib 9 illik attestat üçün indi müraciət eləyəcək. Onun təhsili olsa, nə hərdən o qıza baxıram, deyirəm ki, ilahi, bu uşağın orta təhsili olsaydı, görün nə olardı? Daha ondan da yüksək təhsili olsa, peşə təhsili olsa, bu uşaq nələr əldə edirlərdi? Bir məktəbə məni dəvət eləmişdilər, görüşüydü. Bir qadın qalxdı ayağa, dedim, mən buranın valideyn komitəsinin sədriyəm. Bu məktəbdə 75% uşaqlar, atasız böyüyən uşaqlar, tək anaların uşaqlar. Mən elə gəldi ki, mənim başımdan olduqca çox qaynar bir suyu tökdülər. Zaten mən onsuz da bu işlərlə uğraşan bir təşkilatın rəhbəriyim. Ailə kiçik dövlətdir. O dövlət düzgün idarə olunmayacaqsa, orada xaos olacaq. İstəsə inqilablar olacaq. Necə ki, o dırnaq arası inqilabların bəhrəsi bura gəlib düşən uşaqlardır. Bəli. Razıyam sizlə. Ümumiyyətlə, həqiqətən də həssas bir, çox inklüziv və həssas qrupla çalışırsınız. Bunun motivasiya olaraq biz də dəfələrlə şahidi olmuşuq ki, yəni həmin uşaqlarla işləmək, onların motivasiyasını daim qoruya bilmək, həvəslərini həvəsləndirmək, nəsə edə biləcəklərinə inandıra bilmək, potensiallarına inandıra bilmək, yəni böyük bir əmək tələb eləyir. Çünki paralel olaraq siz onların nəinki təhsil, həm də psixoloji durumlarla bağlı olaraq da dəstək göstərirsiniz, bu stabilliyi qorumağa çalışırsınız. Biz bunu əslində təhsil periodunda da görmüşük. Neçə nəfər məsələn təhsil alan qızlar arasından təhsilə başlayırlar. Eləsi olub ki, potensialı məsələn başlanğıcda yoxdur, amma bir perioddan sonra həvəslənib və
özünüzün də bildiyi kimi kifayət qədər yaxşı nəticələrlə bitirə bilib, rəqəmsalda, IT-də, halbuki başlayanda heç bir məsələn IT texnologiya anlayışı yox idi. Amma elə sizdə olub ki, çox böyük bir potensialdır. Müəyyən bir perioddan sonra müəyyən demotivasiyalara gətirib çıxarıb. Bunun əslində bir səbəblərini biraz bu buraxılışdan öncə də müzakirə elədik sizlə. Ona görə düşünürəm ki, kənardan belə həssas deyirik, inklüziv deyirik, bu söz olaraq qalmalı deyil. Həqiqətən də ciddi bir belə deyim də, yəni çətin bir kütlədir və əmək tələb eləyir, yəni zəhmət tələb eləyən bir sahədən də məsuliyyət. Çünki biri var ki, sağlam ailədə böyümüş, sağlam fikirlərə malik olan uşaqla çalışırsan, işləyirsən, o zaten öz potensialını bilir, inanır ki, nəsə edə bilər və bilir ki, onun ətrafında ona inanan bir ailə, bir dəstək, valideynlər var. Amma bir də var ki, yəni hələ ümumiyyətlə həyat missiyasının olduğunu başa düşmür, özünə inanmır, zaten dəstək də yoxdur. Onlarla işləmək daha çətindir. Bu çətinliyi də niyə görə deyirəm? Çünki dildə demək rahatdır, amma biz də bu sizdə olan prosesin kiçik bir hissəsi olaraq bunu müşahidə eləmişik ki, yəni bu var və həqiqətən də onlarla işləmək bizim özümüzü belə təəccübləndirmişdi ki, məsələn, çox potensialı olan biri niyə görə yarıda məsələn dayandırsın ki, tək valideynin, tək ananın xüsusilə övlad yetişdirməyi, paralel öz təhsilinəmi, öz işinəmi, öz gələcəyinəmi, yoxsa paralel olaraq uşağının mı gələcəyi üçün düşünməyi, bu çətin bir məsuliyyətdir. Mən sizdən tamamilə razıyam. Biz də Matrixdə olur ki, zamanla qarşılaşırıq belə situasiyalarla, xüsusilə xanımlarla ki, müraciət eləyirlər. Hətta bəzən dərslərdən şəkillər və s. bölüşəndə deyirlər ki, mənim şəklimin düşməyini istəmirəm. Çünki məsələn mən tək xanımam və övladımı böyüdürəm və həmçinin də özüm üçün nəsə eləmək üçün bura gəlmişəm, öz gələcəyimi IT rəqəmsalda qurmaq üçün. Biz təbii ki, hörmətlə qarşılayırıq. Zamanla onlar arasında həqiqətən dəyişənlər də olur. Amma neçə faiz, yəni bu nə qədərdir? Yəni çox az. Çünki məsələn mənim yadımda olan, bəlkə də bu buraxılışımızı izləyən həmin xanımlardan bəziləri, yadımda olanlar var ki, məsələn onların hekayələri hələ də, yəni onu da bilmirəm də, çünki kifayət qədər güclü, təsirli bir hekayələrdir. Bir xanım var idi, illər öncə bizdə təhsilə başlamışdı. O da tək valideyn idi və uşağını böyüdürdü. Gələndə birinci, məsələn, potensialı belə zəif idi. Var idi potensialı, amma başlanğıclarda özü də özünə inana bilmirdi. Zamanla öyrəndi, inkişaf elədi. Elə bir güclü maraq yarandı ki, IT deyəndə biz geniş sahədir də, yəni biz bir çox istiqamətlər var ki, onları keçirik, amma onun gəldiyi spesifik istiqamətdə yox, bizdə olan ixtiyari bir istiqamətdə tədbirə, görüşə, hər şey gəlirdi. Çünki özünü kəşf eləmək, öyrənmək o qədər yəni artmışdı ki, motivasiyası. Sonra o hal-hazırda qeyd edim ki, bankların birində də çalışır, yəni dəyişə də bildi, bacara da bildi. Amma yenə də o çox minimum olan uğur faizinin içərisində də belə deyim. O bildirir ki, mən deyir 6 bazarlar gedib rayondan gəlirdi, rayonda yer belləyirdim, rayonda işlərimizi eləyirdim. Paralel olaraq da öz övladımı böyüdürdüm, həm də Matrixdə gəlirdim özümü inkişaf elətdirmək üçün. Yəni belə xanımları alqışlamaq lazımdır, amma digərlərinin də dəstək üçün bilmirəm bu addımı necə ata bilərlərsə, biz də Matrix olaraq və yaxud məsələn Azərbaycan Uşaqlar İctimai Birliyi olaraq, yəni dövlət qurumları olsun, düşünürəm ki, maraqlıdırlar, dəstək göstərirlər də. Amma bu yük ki, hansı ki özünün inkişafı üçün, övladının inkişafı üçün paralel hansını düşünsün, hansını etsin, bu kifayət qədər ağır bir yük, məsuliyyət, çətin bir situasiyadır ki, həmin xanım paralelində bacara bilsin. Yəni bu situasiyaya düşən xanım və sizin də bildirdiyiniz kimi bu dəqiqə çoxdur bu say. Hansı ki, tək övlad böyüdürlər, təkdilər. Ona görə yəni gücümüzü verməliyik, maarifləndirməyə. Bir müddət öncə mən xəstə yatırdım. Xəstəxanaya buraxmırdılar bizim işçilərdən başqa, dedi kimi. Bir qadın gəldi, girdi, qapını açdı. Dedi ki, məni üzürlü sayın, mən aşağıda yalan deyib gəlmişəm. Demişəm ki, mən işçisiyəm. Gəl dedi ki, mən sizin səhhətinizə görə o qədər narahat oldum ki, mən sizi görməliydim. Dedi, siz bilmirsiniz, mən 5 ildir sizin videolara baxa-baxa dəyişmişəm. Mən cinayət törətmişdim. İlk dəfə sizi həbsxanada görmüşəm. Həbsxanada deyir, baxdım, dedim ki, çox özündən razıdır. Amma deyir, qəribə bir gücünüz var idi. Mən həbsdən çıxandan sonra başladım sizin səhifəni izləməyə. Səhifəni izlədikcə
Əlimdən alınan hər şeyimi yavaş-yavaş geri qaytarmağa başladım. Çünki özümü güclü başladım hiss eləməyə ki, qadın bunu da eləyəcək, bunu da eləyəcək. Mənim deyir, uşaqlarımı o qədər mənə qarşı çevirmişdilər ki, mənim yanımda deyildilər. Mən sadəcə deyir, tövsiyə eləyirdim ki, girin bir o səhifəyə baxın. Deyir, mən uşaqlarımı da yanıma yavaş-yavaş qaytardım. Bu gün deyir, biz bir yerdə oturub baxırıq. Mən bu günləri kiçik sahibkarım. Mənim deyir, özümün pəncərə düzəldən cexim var. Əslində qadın işi deyil də. Deyir, mən bundan zövq alıram. O pəncərəni deyir, mən düzəldəndə mən zövq alıram. Mən həm uşaqlarımı saxlaya bilirəm, həm özümün bir motivasiyam var və mən o videolara baxıb digərlərinə də göstərirəm ki, sevgi ilə sağalmaq olur, sevgi ilə dəyişmək olur. Çünki adamın gördüyü ancaq bizim səhifələrdə nədir ki, biz ancaq elə uşaqların deyib gülməyi, qohum-əqrabanın gəlməyi, o deyir, dövlət qurumlarının nümayəndələrinin ziyarəti, daha çox uşaqların əyləncəsi və demək ki, həmin o telefonla çox şeylər eləmək. Kəmal xanım, yaxşı bir məsələyə toxundunuz. Hansı ki, qeyd edirsiniz ki, bir xanım olaraq pəncərə sexi var, amma bu heç qadın peşəsi deyil də, düzdür? Mən düşünürəm ki, bizim cəmiyyətdə belə stereotiplər var. Məsələn, IT-də bizim məşğul olduğumuz sahədə onlardan biridir ki, bu sahədə elə günü bu gündə elə tanınır ki, məsələn, bu sahə qadın sənəti deyil, IT hara, proqramlaşdırma hara, kompüter hara, qız hara. Düzdür, bu ötən illərlə müqayisədə mən deyərdim ki, indiki dövr üçün bu say, bu bir növ belə deyək də, nisbətdə dəyişiklik var. Yaxşı mənada xanımlarda biz sayını görürük ki, artır, böyük şirkətlərdə, fərqli şirkətlərdə. Amma yenə də xüsusilə regionlar və yaxud da ailələrin əksəriyyəti, məsələn, qızlar ali təhsilə hazırlaşanda bildirirlər ki, çox yaxşı riyaziyyat, texniki bacarıqlarının olmağına baxmayaraq, əgər IT-ni istəyirsə, məsələn, valideynlər yönləndirir ki, yox, IT-yə getmə. Get riyaziyyat müəllimi ol. Bəli, müəllimliyə get. Bu o demək deyil ki, müəllimlik pis bir sənətdir. Mən özüm də bir müəlliməm əslində, amma yəni çox hörmətli bir sahədir. Amma sırf yəni bunu cəmiyyətin müəyyən bir peşələri var ki, onlar artıq necə deyim, daha rahat qəbul olunur da, müəllimlik olsun, həkimlik olsun, polis olsun və s. Yəni ailələr bu rol modelləri çox görürlər deyə və illər ərzində bu bir növ belə deyək, təkrarlanır deyə o çərçivədən kənarda fikirləşə bilmirlər ki, daha fərqli hansı sahələr var, hansı perspektivlər var, qızlar üçün, oğlanlar üçün fərqi yoxdur yəni. O baxımdan mən düşünürəm ki, elə ilk məqsəd olanda onu baryer olaraq qoyurlar ki, getməsən yaxşı olar və yaxud da potensialın belə yaxşısa həkimliyə get, başqa bir sahəyə get. Amma bu düzgün bir şey deyil. Biz sizin bir tədbirinizdə iştirak eləmişdik, hansı ki, qızlarla bağlı idi. Mən də orada iştirak eləmişdim. Orada spiker xanımlar var idi, harasa bir 10-a yaxın. Hər birimizlə danışdıq. İnanın ki, hamı da danışanda ilk cümləsi bu oldu ki, məsələn, kimisi hüquqşünasdır. Əslində mən hüquqşünas olmaq istəyirdim, amma vaxtı ilə mən tutalım deyirəm, fərqli bir sektorda oxumuşam. Çünki ailəm o sektora yönləndirib tutalım deyirəm, tarix müəllimliyinə fərz eləyək ki. Amma illər sonra özüm gəlmişəm hüquqşünaslığa. Və yaxud da orada olan xanımların əksəriyyəti fərqli кейslər, nümunələr danışdılar ki, yəni əslində bu dəqiqə olduqları sahə, fəaliyyət göstərdikləri peşə, öz istədikləri sevdikləri peşədir, amma vaxtı ilə onun təhsilini ala bilməyiblər ilk təhsil olaraq. Bunu sonradan özləri o sahəyə gəliblər. Çünki niyə görə? Valideyn vaxtında deyib ki, yox, olmaz, getməsən yaxşı olar, sənə daha çox bunu uyğun görürəm. Qız sahəsi deyil, nə lazımdır? Amma məsələn, sizin dediyiniz keys, biz məsələn, qadın sahibkar olaraq heç IT-ni qoyuram bir kənara, pəncərə sexi olan neçə dənə nümunəvi bir şəxs ola bilər ki, yəni məncə barmaqla sayıla biləcək qədər bütün Azərbaycanda. Və yaxud da varsa belə bu çox qınanılan bir nüans olar ki, gördüyü məşğul olduğu sahəyə bax, peşəyə bax, heç qız işi deyil. Görürsən bacarırmı və yaxud da məsələn o pəncərə sexindən çıxan pəncərələri məncə heç kim almaz ki, məsələn, yəni ki, o qədər də texnikası. Yəni ki, bizdə stereotiplər baxımından düşünürəm ki, qadın nədir, qapı pəncərə düzəltdi nədir? Bəli. Onun düzəltdiyi nə olacaq? Asan Allah başın bıraq. O yəqin ki, elə belə kənardan adam tutur, adıdır. Hə, qadının üzərində var. Amma bu günləri qadının
Niyə qadın IT-yə niyə gedə bilməsin ki? IT sahəsində niyə formalaşmasın və var axı. Və düz deyirsiniz. İllərə baxmış, artıq bir 2 ildir ki, mən də hiss eləyirəm. Çünki bizə könüllülər gəlir. Burada 2 ay müddətində könüllüləri biz əvvəl deyək ki, daha çox götürürdük sosial sahədə. Məsələn, pedaqoq idi, sosial işçi idi, psixoloq idi, hüquqşünas idi. İndi məsələn mən baxıram ki, bura yavaş-yavaş IT sahəsində təhsil alanlar gəlir və bir baxıram qızlardır. Deyirəm, yox. Artıq bir dəyişiklik var. Bəli. Yenə də gəlib dayanacağıq təbliğata. Düzdür. Maariflənməyə gəlib dayanacağıq. Bu günləri ADA Universitetində səhv eləmirəmsə, IT-də xeyli qız oxuyur. Yaxşı göstərici. Texnologiya elə bir sahədir ki, valideyndir də düşünür ki, qızım çörək tapmayacaq. Əvvəlcə diplomu verirdilər, qızı göndərdilər oxumağa ki, cehiz olaraq diplomu olsun. İndi deyirlər ki, yox, o onunla nətər çörək qazanacaq da. Fikirləşmirlər ki, bu günləri elə sahələr var ki, orada qadınlara heç kim qadağa qoymur. Qadın niyə polis olmamalıdır? Niyə olmamalıdır? Qadın polis olmalıdır. Bu günləri neft sahəsində neçə mühəndis qadın tanıyırsınız? Varmı? Amma Sovet dönəmində yetərincə olub. Bunun təbliğatı aparılmalıdır. Nəyə görə bu günləri IT sahəsində hamı ancaq deyirik ki, IT sahəsində ancaq eynəkli oğlanlar oturur. Yalandır. Bu belə bir mif olmamalıdır. Olmamalıdır belə şey. Siz deyirsiniz eynəkli oğlan, mən nümunə olaraq onsuz da bilirdim ki, belədir. Oxuduğum bəzi araşdırma elədiyim məlumatlara əsasında internetdə. İndi süni intellekt dövründə bu ChatGPT, digər texnologiyalar da inkişaf eləyir. Məsələn, bu stereotiplər o qədər var ki, cəmiyyətdə, dünyada, ümumiyyətlə qlobal bir şeydir. Xüsusilə IT, digər sahələr olsun. Məsələn, ChatGPT-yə də yazanda ki, mənə bir proqramçı modeli ver, proqramçı şəkli. Mütləq eynək verir. Eynəkli oğlan şəkli verir kompüter qarşısında. Həqiqətən, yəni mən sadəcə o gün prosta yazdım. Tamam, bu stereotipdir, yoxsa artıq dünyada eynəkli IT-şniklər qəbul olunub. Nədir bu? Bilirsiniz Bunu necə? yaradan bizlərik. Bəli, bəli. Əlbəttə süni intellekt də bizdən öyrənir də. Yəni illər ərzində yığılmış bir informasiyadan öyrənir və o da bunu təbliğ eləyir. Biz ona görə dəyişməliyik, o süni intellektlə bir dənə qadın IT-şnica olacaq da, hə. IT mütəxəssis qız obrazını yaradaq ki, görək cəmiyyət onu necə qəbul eləyəcək, istəyəcəkmi? Məncə istəyəcək, özdə hörükləri olsa vəbşə möhtəşəm olacaq. Gəlin bir onu da sınayaq da. Ona görə bu uşaqları düzgün istiqamətləndirəcəksənsə, onun bəhrəsini mütləq görəcək, cəmiyyət görəcək, dövlətlər görəcək. Və o eynək məsələsindən biraz çıxacaq, artıq hörüklü, gözəl saçlı, ala gözlü, iri gözlü, badam gözlü qızlarımızı daha çox görəcək. Bu da olacaq genderin tam bərabərliyi. Doğrudur. Təşəkkür edirəm dəyərli fikirləriniz üçün Kəmalə xanım. Buradan bütün xanımlara, valideynlərə, analara, atalara, ailələrə səslənmək istəyirəm ki, elə kiçik yaşlarından qızlarımızın xəyallarına, məqsədlərinə baryer qoymayaq. Onlara dəstək olaq, onların potensiallarına inanaq. Çünki zamanla biz bunu kiçik yaşlarından eləmiş olsaq, gələcəkdə onların da həm özləri üçün, həm cəmiyyət üçün, həm dövlətimiz üçün daha potensiallı, özünə inanan, bizi irəliyə aparan bir fərdlərin yetişməsinə səbəb olacağıq. Bir qızın gələcəyinə dəstək olmaq, bir qıza təhsil vermək təkcə bir qızla məhdudlaşmır. Bu bir ailənin, bir cəmiyyətin, çiçəklənən bir cəmiyyətin formalaşmasına səbəb olur. Bu buraxılışda düşünürəm ki, bizi izləyənlər üçün maraqlı bir müzakirə olacaq, diskussiya olacaq və bu danışdıqlarımızdan da ilhamlanan, öz gələcəkləri üçün addımlayan və yaxud addımlanmayanlar da varsa, öz gələcəkləri üçün nəsə etməyə çalışan xanımlar olacaq. Hər birinizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirik. Növbəti görüşlərədək.